Salam. Bugünkü bölməmiz DİM test toplusu 2025 yer səthinin relyefi, endogen proseslər və relyef, morfostrukturlar. Birinci sual. Yaylalar verilmiş sıranı müəyyən edin. A variantında Amazon ovalıqdır, çıxmaq lazımdır. B variantında Qərbi Sibir, La Plata ovalıqdır. C variantında Turan ovalıqdır. D variantı doğru cavabdır. Orta Sibir, Braziliya, Dekan yayladır. Y variantında Mesopotamiya ovalıqdır. Ona görə çıxırıq. İkinci sual. Faylı dağlara aiddir. Biz bilirik ki, faylı dağlar qədim dağlardır. Burada biz cavan dağları çıxmalıyıq. B variantından Ant dağlarını çıxırıq. C variantından Ant dağlarını çıxırıq. Verxanskında çıxma olar. D variantından Himalay Pamiri çıxırıq. Y variantında Karpat Atlası çıxırıq. Doğru cavab olacaq Kap, Drakon və Appalaç. Kap, Drakon bunlar Afrikada yerləşir. Appalaç Şimali Amerikada. Üçüncü sual. Ən iri relyef formaları yaranır. Ən iri relyef formaları deyərkən materik çıxıntıları, okean çökəklikləri deyə bilərik və yaxud quruda dağlar, yaylalar deyə bilərik. Ən iri relyef formaları daxili proseslər nəticəsində zəlzələ, vulkan, litosfer havalarının üfüqi hərəkətləri nəticəsində yaranır. Yəni biz xarici prosesləri çıxmalıyıq. A variantı xarici prosesdir, B variantı xarici prosesdir, C variantı xarici prosesdir. Günəşin və ayın təsiri nəticəsində qabarma çəkilmə yaranır. Bu da xarici prosesdir. Doğru cavab olacaq C variantı. Dördüncü sual, ovalıqlar verilən sıranı müəyyən edin. Biz yaylaları, dağları çıxmalıyıq. A variantından Orta Sibir yayladır, çıxırıq. B variantından Dekan Anadolu yayladır, çıxırıq. C variantı doğru cavabdır. D variantından Tibeti çıxırıq. Y variantından Efiopiya yayladır, çıxırıq. Qərbi Sibir, Mesopotamiya, Avrasiyada, Amazon, Cənubi Amerikada. Beşinci sual, ərazisinin xeyli hissəsi dünya okeanı səviyyəsindən aşağıda yerləşən ovalıqlar. Bu ovalıqlardan sadəcə olaraq Xəzəryanı və Kür-Araz okean səviyyəsindən aşağıda yerləşən ovalıqlardır. Xəzər dənizi sahilində yerləşir. Altıncı sual, mütləq hündürlüklərinə görə düzənliklərin düzgün təsnifatını müəyyən edin. Deməli, düzənliklər üç yerə ayrılır. Ovalıqlar, yüksəkliklər və yaylalar. 200 metrə qədər mütləq hündürlüyü 200 metrə qədər olan ovalıqlardır. 200 metrdən 500 metrə qədər olan yüksəkliklərdir. 500 metrdən sonra isə yaylalardır. Deməli, doğru cavab burada olacaq D variantı. Yeddinci sual, mütləq hündürlüyünün azalmasına görə dağların düzgün verilmiş sırasını müəyyən edin. Qafqaz dağlarının hündürlüyü 5642 metrdir. Appalas 2037 metrdir. Alp 4807 metr. Ant dağları 6960 metr. Deməli, bizə azalma sırası deyirsən, olacaq əvvəlcə 4, sonra gələcək Qafqaz 1, sonra gələcək Alp, ən axırıncı olacaq 2. 4, 1, 3, 2 cavabı doğrudur. B variantı doğru cavabdır. Meseta, Darfur, Böyük Özə Altiplano məntəqələrini birləşdirən ümumi cəhət Meseta Pireneya yarımadasında, Darfur Afrikada, Şimali Afrikada, Böyük Hövzə Şimali Amerikada, Altiplano Cənubi Amerikada, Ant dağlarında yerləşən yaylalardır. Şərq yarımkürəsində yerləşir. Meseta, Böyük Hövzə və Altiplano qərb yarımkürəsidir. Akkumulyativ ovalıq deyil bunlar. Denudasyon yaylalardır, doğrudur. Seizmik cəhətdən sabit ərazilər deyil. Meseta sabit deyil, Böyük Hövzə sabit deyil, Altiplano sabit deyil. Yüksəkliklərdə deyil, denudasyon yaylalardır. Doğru cavab C variantı. 9-cu sual. Şərqi Afrika, Tibet, Meksika coğrafi obyektləri üçün ümumi cəhət. Platforma üzərində yerləşirlər. Tibet və Meksikanı çıxmaq lazımdır, fəal ərazidir. Akkumulyativ ovalıqlar deyil bunlar. Eyni adda dövlətlərə mənsub deyillər. Tektonik cəhətdən sabit sahələrdir. Tibet və Meksika
fəal ərazilərdir, seysmik ərazilərdir. Şərqi Afrikada seysmik ərazidir. Orada da fəaliyyətdə olan vulkanlar var. Deməli, Y variantı doğru cavabdır. Dağlıq yaylalardır. Hündürlükləri hər üçündə çoxdur. 10-cu sual. Kolderyer və Ant dağlarının oxşar cəhətləri. Deməli, Kolderyer Şimali Amerikanın qərbində, And isə Cənubi Amerikanın qərbində yerləşir. İnkişaf etmiş ölkələrin ərazisində yerləşir. Ant dağları Cənubi Amerikada, Cənubi Amerikada inkişaf etmiş ölkə yoxdur. Şərq yamacları tədricən geniş düzənliklərlə əvəz olunur. Bəli, bu doğru cavabdır. Hər ikisinin şərqə doğru düzənliklərlə əhatə olunur. Düzənliklərə çevrilir. B variantı doğru cavabdır. Helsin qırışıqlığı deyil, qədim dağlar deyil bunlar. Ən hündür zirvələrinin mütləq hündürlüyü eyni ola bilməz. Kolderyer 6194, Ant dağları 6960 metrdir. Dağlıq ərazilər əsasən üzüm mənşəli deyil, filizlərlə daha çox zəngin olur. Üzüm mənşəli faydalı qazıntılar daha çox düzən ərazilərdə olur. B variantı doğrudur. 11-ci sual. Karpat və Krım dağlarının oxşar cəhətləri. Karpat və Krım dağları hər ikisi Avropada yerləşir, hər ikisi cavan dağlardır. Mezo erasında deyil, bunlar Alp dağı əmələ gəlməsində formalaşıb. Qədim dağlar deyil, Asiya qitəsi deyil, seysmik cəhətdən sabit ərazilər heç deyil. Y variantı doğrudur. Çünki bunlar hər ikisi cavan dağdır. Hər ikisi cavan dağdırsa, bunlar seysmik cəhətdən fəal ərazidə yerləşir. 12-ci sual. Himalay və Ant dağlarının oxşar əlaməti. Həm Himalay, həm Ant dağları hər ikisi cavan dağlardır. Materik tipli tavaların toqquşması nəticəsində əmələ gəlib yanlışdır. Çünki e, bu Ant dağları üçün ola bilməz. Ant dağları materik və okean tipli tavaların toqquşma zonasıdır. Materik və okean tipli tavaların toqquşma nəticəsində yaranmışdır. Bu da Himalay dağları üçün doğru olmayacaq. Materik tipli tavaların ayrılması nəticəsində yaranmışdır. Ayrılma əsasən okeanlarda baş verir. Vulkanların fəaliyyəti Himalay dağlarında heç vulkan yoxdur. Tavaların toqquşması nəticəsi doğrudur. Deməli, Himalay dağları Hind, Avstraliya və e, Avrasiya tavasının toqquşmasıdır. Ant dağları isə Naska və Cənubi Amerika tavalarının toqquşması nəticəsində yaranıb. Y variantı 12-də doğrudur. Şəkildə verilən okean dibi relyefin elementlərinin müvafiq ardıcıllığı birinci məntəqə 0-dan 500 arasında yerləşirsə, bu olmalıdır materik ətəyi, materik dayazlığı və yaxud şelf. Biz baxaq görək, şelflə başlayan iki dənə cavab var. Digərlərini atırıq. İkinci, okeanın dibində düzənlikləri göstərir. Okean dibindəki düzənliklərə abissal düzənlik və yaxud okean yatağı deyilir. Üçüncü isə okeanda olan dağları göstərir. Orta okean dağ silsilələri deyə bilərik. Doğru cavab C variantıdır. 14-cü sual. Litosfer tavalarının sərhədinə uyğun gələn relyef formaları. Burada istər toqquşma, istər ayrılma sərhəddini götürə bilərik. A variantından yaylalar, abissal düzənlikləri çıxırıq. Abissal düzənliklər okean dibində olan düzənliklərdir. Yaylalar da daha çox qədim ərazilərdə olur. Doğrudur, yaylalardan düzən ərazidə olanlar da var, amma hamısını deyə bilmərik. B variantı doğru cavabdır. Cavan dağlar tavaların sərhəddində yerləşir. Orta okean dağ silsilələri də okeanda olan tavaların ayrılmasından yaranır. C variantında qırışıq faylı dağları və materik yamacını çıxırıq. D variantında qədim platformalar tava sərhəddi deyil. Y variantında qədim platformalar tava sərhəddi deyil. 15-ci sual. Şərq yarımkürəsində yerləşən qədim dağ sistemini və yaylasını müəyyən edin. Şərq yarımkürəsi dediyi üçün biz B variantından Appalachı çıxırıq. A variantından qədim dağ sistemi dediyi üçün Alpı çıxırıq. C variantından yayla dediyi üçün Turanı çıxırıq. Tian Şan da qədim dağdır. Y variantında qədim dağ dediyi üçün Pamir çıxırıq. Pamir cavandır. Doğru cavab olacaq D variantı. Ural dağları qədim dağdır. Orta Sibirdə yayladır.
16-cı sual. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Fiziki xəritələrdə ray rəngləmə üsulu və izohipslərlə göstərilir. Hər ikisi 3-ə A olmalıdır. Denudasyon mənşəli düzənliklər yaylalara deyilir 2-yə B. Mütləq hündürlüyü 500 metrdən çox olan düzənliklərdə bu da yaylalara uyğun gəlir. Mesopotamiya kör ərazi bu düzənliklərə aiddir. Bu ovalıqlardır. Əsasən yanacaq faydalı qazıntılar düzən ərazilərdə, ovalıq ərazilərdə, çökək ərazilərdə daha çox yanacaq faydalı qazıntılar olur. Bu da 1-ə uyğun gəlir. Deməli, 1-ə D-yi, 2-yə BC, 3-ə A. D variantı doğru cavabdır. 7-ci sual. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Orta okean silsilələri və okean yatağı. Bəzi ərazilərdə adalar şəklində okean səthinə çıxır. Bu orta okean dağ silsilələrinə aiddir. Çünki bəzən hündür olduğu üçün səthə çıxır. Okean tipli yer qabığına malikdir. Okean tipli yer qabığı hər ikisinə aiddir. Yəni qranit qat yoxdur. Litosfer tavalarının divergent sahələrində yaranır. Tava sərhəddən düşür orta okean silsilələri. Səthə hamar olub okean dibinin əsas hissəsini tutur. Bu okean yatağına aiddir. Okean dibində yerləşən abissal düzənliklərdir. Bəli. Bu da yenə də okean yatağına aiddir. Deməli, 1-ə AC, 2-yə DY, 3-ə B. C variantı doğru cavabdır. 18-ci sual. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Ovalıqlar, yaylalar. Qranit qata malikdir. Hər ikisi. Çökmə suxur qatı nisbətən nazikdir. Hündür ərazilərdə çökmə suxur qatı nazik olur. Bu yaylalara uyğun gələcək. Əsasən akkumulasiya nəticəsində yaranır. Akkumulasiya daha çox düzən çökək ərazilərdə baş verir. Bu ovalıqlara aiddir. Üzvü mənşəli faydalı qazıntılar üstünlük təşkil edir. Bu da ovalıqlara aid olacaq. Çünki çökmə suxurların qalınlığı çoxdur. Filiz faydalı qazıntı yataqlarına rast gəlinir. Bu yaylalara uyğundur. Quru səthinin əsas hamar relyef formasıdır. Hər ikisi düzənlik olduğu üçün bu hər ikisinə aiddir. 1-ə aid olacaq 3 və 4, 2-yə aiddir 2, 5, 3-ə də 1, 6. Y variantı doğru cavabdır. 19. Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Koldriyer və Ahbalas dağları. Bir hissəsi Kaynazo erasında əmələ gəlmişdir. Koldriyerin sahil silsiləsi var okean sahilində. Bu Kaynazo erasında əmələ gəlib. Ən hündür zirvəsi Mitchelldir. Bu Ahbalas dağlarına aiddir. 2037 metrdir. Paleozo erasında formalaşıb. Bu da Ahbalas dağlarına aiddir. Ən hündür zirvəsi McKinley Denali dağıdır. 6194 metr. Bu Koldriyer dağlarına aiddir. Meridional istiqamətdə hər ikisinə aiddir. Hər ikisi şimaldan cənuba uzanır. Deməli, meridian istiqamətdir. Filiz faydalı qazıntılara malikdir. Bu da hər ikisinə aid olmuş olacaq. Hər ikisi dağlıq ərazilərdir. Deməli, 5 və 6. 1-ə aiddir 1, 4, 2-yə 2, 3, 3-ə də 5 və 6. B variantı doğru cavabdır. Dağlara aiddir. Qırışıq dağlar cavan dağlardır. Biz qədim dağları buradan çıxacağıq. A variantında Kap böyük su ayrıcını çıxırıq. B variantında Altay Appalacı çıxırıq. C variantında Altay Tianşanı çıxırıq. D variantı doğru cavabdır. Y variantında Sayan və Ural çıxırıq. 21-ci sual. Qədim dağlar üçün səciyyəvi olan xüsusiyyət denudasiya nəticəsində daha çox parçalanmışdır. Doğru cavab A variantı olacaq. Şiş uzlu zirvələr daha çox cavan dağlara aiddir. Faydalı qazıntılar qədim dağlarda az olur deyə bir şey yoxdur. Daha çox olur adətən. Seysmik hərəkətlər intensivdir. Bu cavan dağlara aiddir. Akkumulasiya düzən ərazilərdə daha çox gedir. Ona görə doğru cavab olur A variantı.
22-ci sual. Orta Sibir, Orta Sibir, Dekan, Əhəqqar, Qiviyana coğrafi adlarını nə birləşdirir? Orta Sibir, Dekan, bunlar yerləşir Avrasiyada, Əhəqqar Afrikada, Qiviyana Cənubi Amerikada. Deməli, yaylalardır və şimal yarımkürəsində yerləşirlər. Bu doğru cavabdır. Ovalıq deyirlər bunlar, yüksəklik deyirlər. Daimi qar və buzlaqları olan yaylalardır. Daimi qar və buz xətti enliklər üzrə fərqli hündürlüklərdən keçir. Bunların heç birinə aid deyil. Geosinkron sahədə yerləşən bunlardan heç biri yoxdur. Yəni fəal zonada yerləşmir. 23. Ural, Skandinaviya, Kap dağlarının oxşar cəhəti. Ural, Skandinaviya, Kap üçü də qədim dağlardır. Qədim dağlar əsasən Paleozoy erasında formalaşıb. Yəni bir olmayacaq, bir Kaynazoy erasıdır. Qədim dağları götürürük, 2 doğrudur. Dünyanın ən hündür dağları deyil. Şərq yarımkürəsində yerləşir. Ural, Skandinaviya, Kap, bəli, doğrudur. Müasir tavaların sərhədində yerləşirlər. Bu Cavan dağlara aiddir. Deməli, doğru cavab olacaq 2 və 4. 23-də 2 və 4. 24-cü sual. Sxemdə verilmiş süxur laylarının yatın formasını müəyyən edin. Burada qrabendən söhbət gedir. Əgər kəskin sınmış, sınma və çökmə varsa, qrabendir. Tam bunun əksi isə horst olur. 25-ci sual. 25-ci suala da baxsaq, burada da enmələr və qalxmalardan söhbət gedir. Geosinkronlarda, yəni fəal ərazilərdə, cavan ərazilərdə qalxmalar antiklinal adlanır, çökmələr sinklinal adlanır. Ümumiyyətlə, bunlar üfüqi tektonik hərəkətlərdir. 1 antiklinal olur, 2 sinklinal olur. Y variantı doğrudur. Horst-Graben şaquli tektonik hərəkətlərdir. Antiklinal, sinklinal isə üfüqi tektonik hərəkətlərdir. 26-cı sual. Alp-Himalay qurşağına daxil olan dağ silsilələri. Alp-Himalay qurşağı deyərkən ilk olaraq bu cavan dağlar olmalıdır. Yəni qədim dağlar olmayacaq. Alp-Himalay qurşağı deyərkən Atlas dağlarından başlayır, Hind-Çin yarımadası daxil olmaqla davam edir. Biz ilk olaraq cavablardan qədim dağları çıxmalıyıq. B variantından Uralı çıxıram. C variantından Tian-Şan, Akbalaç, Uralı çıxıram. D variantından Skandinaviya, Altay sayını çıxıram. Y variantından Altay sayını çıxıram. Doğru cavab olur A variantı, Cavan dağlar. 27. Qədim dağlar qrupunu müəyyən edin. B variantında cavan olan Alp, Karpat, Ant var. C variantında cavan olan Qafqaz dağları var. D variantında cavan Alp Kolderiyeri var. Y variantında Pamir Himalay var. Doğru cavab olacaq A variantı. Böyük su ayrıcı Avstraliyada, Ural, Skandinaviya, bunlar Avrasiyada, Appalas isə Şimali Amerikada yerləşir. Şimal və cənub tropik xəttləri arasında yerləşən yaylalar A variantında Orta Sibiri çıxırıq. B variantı doğru cavabdır. Dekan, Efiopiya, Qiviyana doğru cavabdır. Digər variantlardan nələri çıxa bilərik? İndi mən onu deyim. C variantında böyük düzənlikləri çıxırıq, iki tropik arasına düşmür. D variantında Colorado iki tropik arasına düşmür. İranın da bir hissəsi düşür. Y variantında Patagoniya və Anadolunu çıxmaq lazımdır. 29-cu sual. Qədim platforma, qədim dağlar və cavan dağlar. Qədim platformaya burada aid olacaq Orta Sibir yaylası. Qədim platformalar Arxeya və Proterozoy eralarında formalaşıb. Qədim dağlara aid olacaq Ural, cavan dağlara da Himalay. Deməli, 1-ə aiddir 1, 2-yə 2, 3-ə 3. C variantı doğrudur. 30-cu sual. Yer qabığına aid düzgün coğrafi qanuna uyğunluğu müəyyən edin. Geniş düzənliklər əsasən platformalara uyğun gəlir. Bəli, A variantı doğrudur. Çünki dağlıq ərazilər, cavan dağlıq ərazilər əsasən tavalların sərhəddində yerləşir. Düzənliklər əsasən tava sərhədində yerləşir. Yanlışdır, dağlar olmalıdır.
Torpaq əmələ gəlmə dağlıq ərazilərdə daha zəif gedir. Ən böyük göllər Horslar deyil, qrabenlər üzərində olmalı idi ən dərin göllər. Bu da olmaz. Cavan dağların platformalarda yerləşməsi, cavan dağlar geosignalda yerləşir. 30A variantı doğru cavabdır. 31. Yer qabığının qanuna üyunluqlarından birinə müvafiq olan ifadəni müəyyən edin. Ən böyük göllər Horslar üzərində deyil, qrabenlərdə olsaydı doğru ola bilərdi. Uca qırışıq dağlar tavaların sərhəddində yerləşməsi, yəni cavan dağlar tavaların sərhəddində yerləşir. B variantı doğrudur. Dağlıq ərazilərdə torpaq əmələ gəlmə daha zəif gedir. Geniş düzənliklər tavaların sərhəddində yerləşmir. Bu da yanlışdır. Düzənliklər seysmik zonalarda daha çox rast gəlinir. Bu dağlara aiddir. Düzənliklərə deyil, dağlara aiddir. B variantı doğru cavabdır. 32. Fəal seysmikliyə malik və fəaliyyətdə olan vulkanların müşahidə olunduğu. Birincidə Skandinaviya qədim dağdır, Altay qədim dağdır. Bunları çıxırıq. İkincidə Qafqaz Alp Verxanski. Bunlardan heç birində fəaliyyətdə olan vulkan yoxdur. Bunu da çıxırıq. Üçüncü, Pamir dağları fəal ərazi olsa da, Abbalas qədim ərazidir. Pamir dağlarında və Qafqaz dağlarında fəaliyyətdə olan vulkan yoxdur. Üçü də çıxırıq. Ant dağları Koldiryer Apenin üçü də fəal ərazidir və üçündə də fəaliyyətdə olan vulkan var. 5-də Koldiryer Abbalas Kap qədim ərazidir. Deməli 4 doğru cavabdır. Məsələn, Ant dağlarında Lülyalyaku, Koldiryer dağlarında Reynir Şasta, Apenində Vezuvi misal göstərə bilərik. 33-cü sual. Fəal seysmikliyə malik, lakin fəaliyyətdə olan vulkanların müşahidə olunmadığı. Deməli, Abbalas qədim dağdır. A variantını çıxırıq. Biri çıxırıq. 2 də Ural qədim dağdır çıxırıq. Digərləri, digər 3, 4 və 5 cavan ərazilərdir. Ant dağlarında fəaliyyətdə olan vulkan var. Bizə deyir ki, olunmasın. Apenin də fəaliyyətdə olan vulkan var. Koldiriyədə fəaliyyətdə olan vulkan var. Doğru cavab olacaq 3. Qafqaz, Pamir, Himalay. Alp Himalay qurşağında yerləşsələr də, cavan olsalar da bunlarda fəaliyyətdə olan vulkan yoxdur. D variantı doğru cavabdır. 34-cü sual. Okean dibində daha geniş sahə tutan relyef forması, okeanın dibində ən geniş yer tutan sahə tutan abissal düzənliklər və okean yatağıdır. Bu ümumiyyətlə bu relyef forması bütün yer kürəsində sahə olaraq ən böyük relyef forması hesab olunur. Deməli, 34 də doğru cavab Y variantıdır. 35 mütləq hündürlüyün artmasına görə dağların düzgün sırası Alp 4807'dir. Qafqaz 5642'dir. Ant dağları 6960, Pamir 7719, Qaraqorum 8611. Elə A variantı doğru cavabdır. B variantında Arcılı, Pozan, Kolderir Antdan sonra gəlməməlidir. C variantında Pamir, Hindukuş, Koldiriyer, Alp məsələn Koldiriyerdən sonra gələ bilməz. Heç Koldiriyer də Pamir Hindukuşdan qabaq gəlməməlidir. Hindukuşun hündürlüyü 7708 metrdir. 7708. D variantında Atlas 4165'dir. Qafqaz 5642'dir. E, digərlərini dedik. Olmaz. Y variantında Ant 6960, Pamir 7719, Qafqaz 5642, Alp 4807, Himalay 8848. A variantı doğru cavabdır. 36-cı sual. Mütləq hündürlüyün azalmasına görə dağların düzgün sırası A variantında alt dağlarından sonra Qafqaz gəlməyəcək. Qafqazın hündürlüyü 5642'dir, Alp 4807'dir. B variantı Pamir 7719, Tiyan 7439, Ant 6960, Qafqaz 5642, Altay 4506. A, B variantı doğrudur. C variantı niyə doğru deyil? Himalaydan sonra Pamir gələ bilər, Qafqaz gələ bilər. Karpat 2655'dir. Koldirer isə 6194'dür. Ona görə C variantı olmaz. D variantında Pamirdən sonra Tiyan gələ bilər.
Sonra Abbalas 2037'dir. Ural 1895'dir. Ən axırıncı ant gələ bilməz. Y variantında Atlas antdan öncə gələ bilməz. Deməli, doğru cavab B variantıdır. Vulkan mənşəli zirvələr, vulkan olan dağları götürə bilərik. 1, 4, 5. Deməli, 38-ci sual. Mütləq hündürlüyünə görə düzənlikləri müəyyən edin. Mütləq hündürlüyünə görə düzənliklər 3 yerə ayrılır. Yüksəklik, yayla və ovalıq. 1, 4, 6 doğru cavabdır. 39-cu sual. Verilən əlamətlərin aid olduğu relyef formaları platformanın əyilmə sahəsində yerləşir. Çökmə süxurların qalınlığı çoxdur. Əsasən arid iqlim şəraitinə malikdir. Deməli, bu çökə ərazi olmalıdır. Arid quraq iqlim deməkdir. A variantında mərkəzi düzənlik quraq deyil, Şimali Amerikada. Orinoco quraq deyil, Cənubi Amerikada. B variantında böyük düzənliklər quraq deyil. C variantında La Plata, Kongo, Hindqan quraq deyil. D variantında Amazon, Qərbi Sibir quraq ərazi deyil. Y variantı doğru cavabdır. Mərkəzi ovalıq Avstraliyada yerləşir. Səhra yarımsəhradır. Kalahari səhradır. Mesopotamiya səhradır. Y variantı doğru cavabdır. 40-cı sual. Appalaç Koldiriyer Venn diaqramına əsasən uyğun bəndləri seçməliyik. Qayalı sahil və Kaskaz silsiləsi bu Koldiryerə aiddir. İki yarımkürədə yerləşir. Şimali Amerika bütövlükdə iki yarımkürədə yerləşdiyi üçün bu hər ikisinə aiddir. Yəni burada 2-yə 1, 3-ə 2 olmalıdır. Bir kənara yazım. 3-ə 2 olmalıdır. 2-yə də 1 olmalıdır. ABŞ-ın ən böyük daş kömür hövzələri burada yerləşir. Bu Appalaça aiddir, yəni 1-ə aiddir. 1-ə 3. Dünyanın ən dərin kanyonu burada yerləşir. Bu Himalaya aiddir, Kolderyerə aiddir. Yalnız subtropik və mülayim yalnız subtropik və mülayim iqlim qurşağında yerləşir. Bu Koldiriyer dağları üçün uyğun ola bilməz. Koldiriyer dağları şimaldan cənuba böyük məsafədə uzanır. Bu deməli Appalas dağlarına aiddir. Əsasən okean sahillərinə paralel bu hər ikisinə aiddir. Deməli belə bir cavab olacaq. 1-ə 3, 4, 2-yə 1, 4, daha doğrusu burada mən yanlışlıq elədim. Nəysə bir diqqətlə baxaq. Deməli, Appalasa aid olacaq burada. Dünyanın ən böyük, ABŞ-ın ən böyük kömür hövzəsi Appalasa aid olacaq. Appalas 3, 5. Appalasa 3, 5 aid olacaq. Kolderyerə aid olacaq. Kolderiyer 1, bir də 4. Digərinə də aid olacaq hər ikisinə oxşar cəhət 2 və 6. Deməli, doğru cavab olacaq burada Y variantı. Y variantı doğru cavabdır. 41-ci sual. Tian-Şan dağları və Ant dağları Venn diaqramına əsasən seçməliyik. Kaynazo erasının alt qırışıqlığında yaranmışdır. Bu aiddir Ant dağlarına. Qırışıq faylı dağlar yenidən cavanlaşmış dağlara deyirlər. Bu 2-yə aid olacaq, 1-ə aid olacaq. İki işıqlanma qurşağında yerləşir. İki işıqlanma qurşağında yerləşməsi üçün ərazinin ya bunu tropik xətt kəsməlidir, ya da qütb dairəsi kəsməlidir. Bu Tian-Şan dağlarını bunların heç biri kəsmir, amma Ant dağlarını kəsir. Deməli, bu Ant dağlarına aiddir. 2-yə və 1 ilə 3. 2-yə 1 ilə 3 olan cavab sadəcə A variantı var. Yenidən törəməyə məruz qalıb bu Tian-Şana aiddir. Ən hündür zirvəsi 6000 metrdən yüksəkdir. Tian-Şan 7439-dur. Ant dağları 6960-dır. Yəni hər ikisinə aiddir. Seysmik cəhətdən hal-hazırda hər ikisi də fəaldır. 42-ci sual. Okean dibinin relyef formalarına aid olan xüsusiyyətləri müəyyən edin. Deməli, burada açıq aydın seçilən 2 var. 2 okean yatağıdır.
3 rift dərəsidir, Orta Okean sistemində rift dərəsi, 4 novdur. Meyilli çox olduğu üçün çökmə sürqatı nazikdir. Bu 1-ə aiddir. Materik yamacıdır. 1-ə aiddir. 1-ə 1. Konvergens zonada ensiz və dərin novlardır. Bu 4-ə uyğun gəlir. 2-yə 4. Okean dibinin əsas hissəsini tutur. Bu 2-yə uyğun gəlir. 3-ə 2. Okean yer qabına malik litosfer tavanın sərhəddi boyunca uzanır. Bu da 4-ə 3. Deməli 1-ə 1, 2-yə 4, 3-ə 2, 4-ə 3. D variantı doğru cavabdır. 43-cü sual. Klasteri tamamlayın. Çökmə suxur təbəqəsi bazalt qatı üzərində yerləşir. Deməli, qranit qat yoxdur burada. Bu okeana aiddir. Morfostruktur relyef formasıdır. Səthi əsasən hamardır. Səthi əsasən hamardır. Deməli, ovalıqlar, yaylalar, bunlar çıxmaq lazımdır. Bunlar quruda yerləşir. Şelf zonasında və materik yamacında hər ikisində qranit təbəqə var. Deməli, doğru cavab olacaq A variantı, abissal düzənliklər. Çökmə sürqatı bazalt üzərində yerləşirsə, bu okeana aiddir. 44-cü sual. Sxemi tamamlayın. Bu sxemlərdə fiqurların çox böyük önəmi var. Yəni, məsələn, nə kimi? Əgər, əgər burada qərb yarımkürəsi yazılıbsa bu ellipsin içərisində, burada da yarımkürə olmalıdır. Burada dağ yazılıbsa, burada da dağ olmalıdır. Məsələn, burada cavan yazılıbsa, burada söhbət dağlardan gedir. Şərq yarımkürəsində yerləşən, bax, baxırıq ki, Appalaz qədim dağdır. Demək, 2 qədim olmalıdır. Və burada baxırıq ki, şəkilə cavandan qədimdən gedir və dağlar adı yazılıb. Demək, birə dağ olmalıdır. Dağlar. Bir dağlar, 2 qədim. Sonra baxacağıq nəyi istəyir bizdən. Üçüncüdə yarımkürə yazıb. Yarımkürə yazıbsa 3 olacaq şərq yarımkürəsi, Qaraqorum şərq. 4 Appalaz o zaman qərb yarımkürəsi olacaq. Biz cavablara əsasən bu fikrə gəlirik. Qərb. Və e, və cavablardan başqa biz bunu hansı əlamətə görə deyə bilərik? Baxırıq ki, baxın, buradakı ellipsdə və buradakı ellips varsa, deməli, ellipsin içərisində yarımkürə yazılmalıdır. Ona görə də Qaraqorum şərq yarımkürəsində yerləşir, Appalaz qərb yarımkürəsində. Biz cavablara baxaq görək. Bir dağ, bir dağ, 2 qədim, bir dağlar, 2 qədim, 3 şərq yarımkürəsi, 4 qərb yarımkürəsi olan B variantı doğru cavab olmuş olacaq. B variantı. 45-ci sual. Kifayət qədər kiçiltməliyik ki, bunun cavablarını yaza bilək. Deməli, Venn diaqramına uyğun bəndləri müəyyən edin. 1, 2, 3. Deməli, 1-ə A aiddir, 2-yə B aiddir, 3-ə D aiddir. Baxaq digər tərəfdə nə var? Deməli, zəlzələ və müasir dağ əmələ gəlmə zonasında yerləşir. A-ya aid olacaq. A-ya 1-ə aid olacaq. Baxaq görək. La Plata olmaz, Kalahari olmaz. Orta 1-ə aid olacaq. Burada sadəcə və sadəcə zəlzələ və müasir dağ əmələ gəlmə zonasında yerləşə bilən burada sadəcə Padam var. 4. 1-ə 4. Çünki digərləri hamısı platforma sahədə yerləşir. 1-ə 4. Cavablara baxaq görək. 1-ə 4 olan hansı variant var?
1-ə 4 olan sadəcə D variantı var. 2-yə baxaq görək. B. B nədir? Buzlaq mənşəli relyef formaları yayılmışdır. Buzlaq mənşəli relyef formaları burada iki ərazidə var. Almaniya, Polşada var və Orta Sibirdə var. Niyə Orta Sibir cavab olaraq çıxmayacaq, Almaniya, Polşa çıxacaq? Çünki Orta Sibir həm də D-yə aiddir. İki işıqlanma qurşağında yerləşir. Orta Sibiri qütb dairəsi kəsdiyi üçün iki işıqlanma qurşağında yerləşir. Bizdən isə sadəcə burada B-ni soruşur. Yəni buna uyğun gəlməlidir. Amma Orta Sibirə həm B aiddir, həm D aiddir. Ona görə seçə bilmərik. 3. D-yə uyğun gələn, sadəcə D-yə uyğun gələn D nədir? İki işıqlanma qurşağında yerləşir. İki işıqlanma qurşağında yerləşir. Baxaq görək nə uyğun gəlir bura. D. İki işıqlanma qurşağında yerləşir. E, Kalahari iki işıqlanma qurşağında yerləşir, amma ona C-də uyğundur. Akkumulyativ mənşəlidir. Almaniya, Polşa. Digər variantları seçmişik. Braziliya yayladır, uyğun gəlmir. İki işıqlanma qurşağında yerləşən burada La Plata olar. La Plata olar, amma digər variantlara da baxmaq lazımdır ki, uyğun gəlirmi, gəlmirmi? 3-ə 2. La Plata akkumulyativ mənşəlidir. E, deməli, iki Almaniya Polşanı seçdik. Kalahari yayladır. Kalahari yayladır. Digərləri uyğun gəlmir. Sadəcə La Plata uyğun gəlir. La Platanı tropik xətt kəsdiyi üçün La Platada iki işıqlanma qurşağında yerləşir. Ona görə doğru cavab olacaq D variantı. D variantı. 46-cı sual. Bir də bunu. Uyğunluğu müəyyən edin. A və Y-yə uyğun gələn. A və Y-yə uyğun gələn. Alp Himalay dağlıq qurşağının ən qərb hissəsidir. 3 yarımkürədə yerləşir. Bildiyimiz kimi Alp Himalay dağlıq qurşağının ən qərb hissəsi Atlas dağlarıdır. Atlas dağlarını Greenwich meridianı kəsdiyi üçün 3 yarımkürədə yerləşir. Deməli, 1-ə uyğun gəlməlidir 5. 5 mi? Atlaslı, bəli. İkinci nədir? D. D-ni istəyir bizdən. Ən uca zirvəsi Çindədir. Ən uca zirvəsi Çində olan burada ola biləcək Pamir dağları. Konqur zirvəsidir 7719 metr. 2-yə də D. Çünki Alp dağlarının Çinlə əlaqəsi yoxdur. Ant dağlarının əlaqəsi yoxdur. Qafqazın əlaqəsi yoxdur. Atlas dağları da zaten cavab olaraq seçmişdik. A variantı doğru cavabdır. Rəqəmlərə əsasən 47-ci sual düzgün ardıcıllığı müəyyən edin. Biz görürük ki, burada sxemdə 200 metrə qədər göstərib 500 metr və 500 metrdən çox. Birinci olacaq ovalıq, ikinci olacaq yüksəklik, üçüncü yayla. Ovalıq, yüksəklik, yayla B variantı doğru cavabdır. Yəni ardıcıl olmalıdır. 200 metrə qədər ovalıq, 200-dən 500-ə qədər yüksəklik, 500-dən çox yayla. B variantı doğru cavabdır. 48-ci sual. Rəqəmlərə uyğun gələn relyef formalarının düzgün ardıcıllığı və onlara uyğun gələn coğrafi obyektləri müəyyən edin. 1 1000 metrə qədərdir, 2000 2000 arasıdır, 3 isə 2000-dən yuxarıdır. Bu alçaq dağlar, orta dağlar və yüksək dağlardır. Cavablara baxırıq ki, alçaq, orta və yüksək dağlıq cavabı varmı? Deməli, alçaq dağlar, orta dağlar və yüksək dağlar doğru cavab olmalıdır. E, B variantı doğru cavabdır. Bozdağ 500 metrdir ən hündür yeri, alçaq dağdır. Ural 1895-dir, orta dağdır. Karpat 2655-dir, o da yüksək dağdır. 48-də B variantı doğru cavab. 49. Qrafikdə göstərilən hündürlüklərin uyğun olduğu dağ silsilələrini müəyyən edin. Deməli, birinci dağın hündürlüyü
2000-dən 3000 arasıdır. İkinci 3000-i keçir. Üçüncüsü 6000-ə yaxınlaşır. Dördüncüsü isə təxminən 5000-ə yaxınlaşır. Skandinaviya 2469-dur. Ola bilər. Amma Ural 1895-dir. 2-yə uyğun gəlmir. 1. Böyük su ayrıcı 2228-dir. 3000-ə yaxınlaşmır. Piriney də 3404-dür. Bu da olmayacaq. C. Ural 1895'dir. Burada birinci 2000'i kesir olmayacak. D variantı. Bir Karpat 2655, 2 Altay 4500. Altay 4000'i kesmelidir. Olmayacak. Y variantı. Bir Skandinavya 2469, Piriney 3404, Kafkaz 5642, Altay 4506. Deməli, Y variantı doğru cavabdır. 50-ci sual. Planetar relyef formaları böyüklüyünə görə relyef formalarını qruplaşdırın. Planetar ən böyükdür, sonra mega gəlir, sonra makro və mezo. Deməli, burada ən böyük relyef forması olacaq Ant-Kolderiye sistemi. C. Onun içərisində yerləşən Kolderiyer dağları varsa, olacaq B. Megaya B. Meganın içərisində yerləşən makro var. Kolderiyerin içərisində yerləşən qayalı dağlar var. Olacaq makro. Və ən kiçiyi də olacaq mezorelyef forması. 1C, 2B, 1C, 2B, 3A, 4D. D variantı doğrudur. 51-ci sual. Cədvələ əsasən Mitchell zirvəsinin aid olduğu dağ silsiləsi ilə verilmiş zirvələrin yerləşdiyi dağ silsilələrinin oxşar əlamətini müəyyən edin. Mitchell Appalas dağlarıdır. 2037 metr. Kosciuszko böyük su ayrıcıdır Avstraliyada 2228 metr. McKinley və yaxud Denali Kolderiyerin ən yüksək nöqtəsidir 6191. Qalxapikyen Skandinaviyanın ən yüksək nöqtəsi Skandinaviya dağlarının 2469 metr. Oxşar əlamətlər soruşur. Biz Kosciuszkodan nə seçə bilərik? Yerləşdiyi materikin ən hündür zirvəsidir, oxşar əlamət deyil. Bu Kosciuszko üçün doğrudur, amma Appalas üçün doğru deyil. Appalas ən hündür zirvə deyil, dağ deyil. Daş kömür yataqları bəli, hər ikisində var. Kosciuszkoda da var, Appalasda da var. Materikin şərqində yerləşir, bu da hər ikisinə aiddir. Birdən götürürük 2 və 3-ü. 2. McKinley'dən götürürük, yəni Kolderiye dağları. Zəlzələ və müasir dağ əmələ gəlməsi zonasında yerləşir. Appalas qədimdir, götürmürük. Fəaliyyətdə olan vulkanlar Kolderiyerdə var, Appalasda yoxdur. Şimali Amerika materikində yerləşir. 2-dən 6-nı götürə bilərik sadəcə. 3. Skandinaviyadan. Geosinkronun 4-cü mərhələsindədir. Qədim dağlar, yəni platformalar 4-cü mərhələdir. Bəli, 7-ni götürürük. Mütləq hündürlüyü 3000 metrdən azdır. Hər ikisinin hündürlüyü 3000 metrdən azdır. 8-də götürürük. Eyni adlı yarımada boyunca uzanır. Bu Skandinaviya üçün doğrudur, amma Mitchell üçün doğru deyil. Appalas yarımadası yoxdur. Deməli, 1-ə 2, 3, 2-yə 6, 3-ə 7, 8. D variantı doğru cavabdır. 52-ci sual. 52-ci sualda Orta Okean sıra dağları və okean novları üçün ümumi əlamətlər. Orta Okean sıra dağları və okean novları üçün ümumi əlamətlər. Bazalt qatı hər yerdə var. Biri götürürük. Divergent zona okean novları üçün xarakterik deyil. Okean novları materik və okean tipli havaların toqquşma zonasıdır. Biri götürürük sadəcə buradan. Digər hissəyə baxaq. 3 doğrudur. Litosfer havaların üfüqi hərəkəti nəticəsində yaranmışdır. Doğrudur. Konvergens zonada yaranmışdır. Bu nov üçün doğrudur. 1, 3. Seysmik qurşaqlarda bəli, havaların sərhəddi seysmik qurşaqlar hesab olunur. 1, 3, 5 doğrudur. Şef zonası isə abissal düzənliklərin ümumi əlamətləri. Düzənlik relyefə malikdirlər. Bəli, doğrudur. Biri götürürük. Şef 200 metrə qədərdir. Abissal düzənliklər okeanın dibində olan düzənliklərdir. Bazalt qatı hər yerdə var. 2-ni götürürük. 1, 2.
Qranit qat şelfdə var, abissalda yoxdur. Üçü götürmürük. Okean tipli yer qabığı bu abissala aiddir. Çökmə süxur qatı var, hər ikisinə aiddir. Zəngin üzvü aləm şelf zonasına aiddir, götürmürük. Morfostruktur endogen proseslər nəticəsində yaranan relyef formalarıdır. Deməli, götürəcəyik 1-i, 5-i və dağları. Kars mağaraları yeraltı suyun fəaliyyəti, duyunlar, barxanlar isə küləyin fəaliyyətidir. Onları götürmək. 54-də olur 1, 4, 5. 55-ci sual. Qonşu ölkələr arasında təbii sərhəd rolunu oynayan dağ silsilələri Serski tamamilə Rusiyadadır, sərhəd rolunu oynamır. Kap Afrikanın cənubunda Cardadır, tamamilə sərhəd rolunu oynamır. Verxanski tamamilə Rusiyadadır, sərhəd rolunu oynamır. 2, 5, 6 doğrudur. Bir neçə misal verim. Qafqaz məsələn bizimlə Azərbaycanla Rusiya arasında sərhəddir. Alp dağları məsələn deyə bilərik İtaliya, Fransa arasında sərhəddir. Kopet dağ İranla Türkmənistan arasında sərhəddir. 56-cı sual. Qonşu ölkələr arasında təbii sərhəd rolunu oynamayan, bu dəfə əksinə soruşur. Oynamayanlar olacaq Verxanski, Kap və Elburz. Elburz İranda yerləşir. 2, 5, 6 doğru cavabdır. 57-ci sual. Verilən dağları ekvatordan olan məsafənin artmasına görə düzün. Bunlar içərisində ekvatora ən yaxın ola biləcək 2-dir. Afrikada yerləşir Atlas dağları. Sonra gələcək burada 4. Alp dağları İtaliyanın şimalında yerləşir. Sonra Mərkəzi Asiyada yerləşən Altay dağları gələcək. 1. Ən şimalda isə Skandinaviya gələcək. 2, 4, 1, 3. 58-ci sual. Deməli, okean novları abissal düzənlik orta okean dağları. Materik və okean tavalarının toqquşma zonasıdır. Bu okean novlarına uyğun gəlir. Biri A. Abissal düzənliklərdir. Çökmə suxurların qalınlığı okeanın kənar hissələrinə nisbətən daha çox olur. Deməli, okean tavalarına ayrılma. Okean dibinin əsas hissəsini tutur. Bu abissala uyğun gələcək D. Orta okean dağları. Okean tavalarının aralanma səbəbi vulkanizm və C. 3-ə də C. Hansı variantlar qaldı? Y variantı qaldı seçmədiyimiz, bir də B variantı. Çökmə süxurların qalınlığı okeanın kənar hissələrinə nisbətən daha çoxdur. Bu şelf zonasına aiddir. Okeanın daha çox mənimsənilmiş sahəsidir. Bu da şelf zonasına aiddir. B ilə Y şelf zonasına aiddir. Ona görə heç birinə seçmirik. 59. Skandinaviya dağları, Ant dağları, Atlaslar. Materik və okean tipli tavaların konvergens zonasında yerləşir. Bu Ant dağlarına aiddir. Naska və Cənubi Amerika tavasının toqquşmasıdır. Qərb yamacları isti cəryanın təsiri altındadır. Bu Skandinaviyadır. Deməli, oradan Şimali Atlantik cəryanı keçir. B. Ərazisində sönmüş və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bu Ant dağlarına aiddir. Chimborazo sönmüş vulkanı var. Nə bilim Ruiz, San Pedro fəaliyyətdə olan vulkan var. Maksimal hündürlüyü Piriney dağlarının hündürlüyündən daha azdır. Piriney dağlarının hündürlüyü 3404'dür. Skandinaviyanın hündürlüyü 2469'dur. Deməli bu Skandinaviyaya uyğun gəlir. Çünki Ant dağları 6960'dır, Atlas dağları 4161'dir. İkisi də D variantına uyğun gəlmir. Materik tipli tavaların konvergens zonasında yerləşir. Avrasiya və Afrika tavalarının konvergens zonasında yerləşən də Atlas dağları var. 1'ə BD, 2'ə AC, 3'ə də aiddir Y.